Deməli, rəylərdə bəzi izləyicilər pul və vaxt olmadığı ilə bağlı ağlaşma qurur. Onlara 2 dənə cümləm var. Birincisi, qardaş sən kişisən, pul qazanmalısan. İkincisi də ki, mənim verdiyim tövsiyələrin 99%-i az pulla ya da ki, pulsuz həll olunur. Məsələn, zala getməyə vaxtın ya da pulun yoxdur, evdə, parkda məşq edək. İkincisi, düzgün qidalanma pulun yoxdur, fast fooddan az ye, siqaret az çək, içki də içmə. Üçüncüsü, kitab oxuma pulun yoxdur, yəni kitab almağa. Onlayn oxu. Məni düzgün başa düşün. Mən özümdə varlı ailədən deyiləm. Mən gecələr işləyirəm, günorta isə dərsdə oluram və выходной günlərimdə zala gedirəm. Amma mən yenə də ona baxmayaraq ağlaşma qurmuram. Ondansa çalışıram ki, bu məsələləri tez bacardığım qədər həll edim və nəticəni düzgün şəkildə əldə edə bilim. Və əgər bəxtimiz getirsə, bir gün inşallah bəlkə də varlı olduq. Düzdür?